Deməli, bugün Əli ilə biz Roma mövzusu barəsində danışarıq. Görək, Əli sualları necə hazırlaşıb, necə cavablandırır. Aha. Əlini dinləyək və öz dediyi kimi deyir ki, yəni %100 biz suallara yaxşı cavab verəcək. Öz dediyinə görə. Baxaq, həqiqətən də Əli Romadan bir şey öyrənibmi, yoxsa... Sual-cavab göstərəcəkdə necə cavab vermək? Sual-cavab indi eləyəcək. Görək, həqiqətən də Əli, sən bu mövzunu yaxşı öyrənmişsən, yoxsa hansı formada öyrənmişsən? Başladıq. Suallara başladıq. Deməli, sualımız belədir ki, ilk öncə coğrafi mövqe, yəni Roma harada yerləşir? Appennin yarımadasında. Appennin yarımadasında. Və burada yaşayan ən qədim tayfalar hansılardır? Etrusklar. Bəli, Etrusklar. Və həmçinin Roma şəhərinin yaranması haqqında bir əfsanə var. Onu bilirsənmi, yoxsa? Bəli, Romul və Rem. Aha. Və nəticəsi nə oldu? Nəticəsində Romul qardaşı Remə qalib gələrək Roma dövlətini yaradır. Bəli, Romada hakimiyyət neçə dövrə bölünür? Hakimiyyət 3 dövrə bölünür. Padişahlıq dövrü, respublika dövrü, imperiya dövrü. Padişahlıq, respublika dövrü və imperiya dövrü. İmperiya dövrü. Deməli, bu bunların xronologiyasını deyək, görək hansı zamanı əhatə edir? Padişahlıq dövrü eramızdan əvvəl 753-cü ildən 509-cu ilə qədərdir. Sonra gəlir respublika dövrü. Respublika dövrü 509-dan 27-ci ilə qədərdir. Sonra imperiya dövrü. İmperiya dövrü də 27-ci ildən 395-ci ilə qədərdir. Əhatə edir. Bəli, dövrləşməni düzgün apardıq. Deməli, Romada həminki dövrlərdə təbii ki, Romanın azad əhalisi neçə ilə bölünürdü? 2 yerə bölünürdü. Patrisi və plebeylər. Bəs bunlar patrisilər kimə deyirdi, plebeylər kimə deyilirdi? Patrisilər Romanın qədim əhalisi idi və Romada varlı əhali idi də patrisilər, belə deyək. Əsas vəzifəyə seçilən bunlar. Onlara vəzifə seçmə hüququ verilirdi, ancaq plebeylərə vəzifə seçmə hüququ verilmirdi. Bəli. Onlar kəndliləri əsasən və plebeylər əsasən orduda iştirak edirdilər. Xidmət edirdilər, bəli, düzdür. Deməli, həmçinin patrisilərin Ağsaqqallar Şurası vardı. Həmin Ağsaqqallar Şurası necə adlanırdı? Bəli, onlar senat deyirlər. Bəli, Ağsaqqallar Şurası necə adlanırdı? Senat adlanırdı. Senat adlanırdı, bəli. Senat Ağsaqqallar Şurasıdır. Və senatın, deməli, onların içərisindən, deməli, bu senatorlar arasında neçə nəfər padişah seçirdilər? Senatorlar arasında 2 nəfər padişah seçirdilər. İndi, deməli, bu padişahlıq dövründədir. Padişahlıq dövründə Ağsaqqallar Şurası senatdır. Senatda müəyyən məsələlər həll edirdi. Respublika dövrü isə, deməli, 509-dan 27-yə qədər dedik. Onu qeyd elədik. Respublika sözünün mənası nədir? Nə? Respublika sözünün mənası nə idi? Respublika sözünün mənası xalqın hakimiyyəti deməkdir. Yəni, oradakı şahlar demək olar ki, belə deyək də, xalq seçimi ilə hakimiyyətə gəlirdi insanlar. Xalqın seçimi ilə. Respublika dövründə dövləti kim idarə edirdi? Padişah idarə edirdi. Yox, burada Respublika dövründə konsul idarə edirdi. Konsul. Konsul neçə il ərzində Romanı idarə edirdi? 1 il ərzində Romanı idarə edirdi. Müharibə zamanı isə ordunun komandanı idi. Bəli, ordunun komandanı. Ordunun komandanı idi və Respublika dövründə də öz hüquqlarına patrisi və plebeylər mübarizə apardılar. Patrisi və plebeylər arasında neçə il mübarizə getdi? 100 il mübarizə olub da, səhv eləmirəmsə, bəli, 100 il mübarizə olmalıdır. 100 ildən çox, yəni 509-dan 365-ə qədər mübarizə getdi və nəticəsi nə oldu? Nəticəsində plebeylər tribun, yəni
öz vəzifə hüququ seçməyi qazandılar. Öz müdafiəçini Tribun- xalq tribunlarını seçməyi qazandılar. Bir də başqa hansı hüquqlar bundan başqa hansı hüquqlar əldə etdilər? Demək, Romada vətəndaşlıq hüququ qazandılar. Bəli, vətəndaşlıq hüququ. Deməli, bəs Yunanıstanda kimin dövründə idi onlar vətəndaşlıq hüququ əldə etmişdilər? Onlar Yunanıstanda kimin dövründə idi? Hə, bundan əvvəlki dərsdə Yunanıstanda. Periklin dövründə. Yox, Solonun dövründə idi. Solonun dövründə. Solon dövründə. Deməli, onlar öz müdafiəçilərini 5-ci əsrdən etibarən xalq tribunlarını seçməyi əldə etdilər və orada xalq tribunu hansı vəzifəni yerinə yetirirdi? Xalq tribunu hansı vəzifəni yerinə yetirirdi? Plebeylərin vəzifələrini qoruyurdu da. Plebeylərin, deməli, konsulun və senatın plebeylərə aid olan, bəli, plebeylərə aid olan hər hansı bir qanunlarını qəbul edə və yaxud ləğv edə bilərdi. Buna görə də bir söz işlədirdi. O söz nə idi? Veto sözü, veto. Veto nə deməkdir? Qadağan etmək deməkdir. Bəli, veto, yəni qadağan edirəm deməsi kifayət idi. Xalq tribunu vəzifəsi neçənci əsrdən seçilməyə başlandı? 5-ci əsrdən. Bəli, 5-ci əsrdən və xalq tribunlardan kimin adını çəkmək olar? Xalq tribunlardan qraf qardaşlarının adını çəkmək olar da. Qay qraf, Tiberi qraf. Bəs Romada dedik ki, 3-cü əsrdə vətəndaşlıq hüququ əldə elədilər. Vətəndaş Bəli. nəyə nail oldu? Vətəndaşlar nəyə nail ola bilərdilər? Vətəndaşlar öz haqqını Hər hansı bir vəzifə tuta bilərdilər. Amma nə üçün vətəndaşlar hər hansı bir vəzifə tutmaq istəmirdilər? Çünki onlara əmək haqqı vermədiklərinə görə vəzifə adını əldə etmirdilər onlar. Bəli, bəs Yunanıstanda kimin dövründə vəzifə tutmaq hüququ əldə eləmişdilər? Vəzifə Periklin dövründə idi də Yunanıstanda. Perikl, amma Yunanıstanda Romadan fərqli olaraq əmək haqqı verilirdi. Orada əmək haqqı verilirdi, bəli. Bəli, əmək haqqı verilirdi. Yəni bu xarakteri xüsusiyyətlərinə görə. Deməli, 3-cü əsrdə həmçinin Roma işğalçı müharibələr apardı və hansı ərazini ələ keçirdi? Hansı əraziləri ələ keçirdi? İtaliyanın işğalını nədir? Başa çatdırmış oldu. Və Romalılar kimləri punlar adlandırırdılar? Punlar Karfagenlər idi. Bəs neçə il deməli orada punlarla hansı ki Roma və punlar 264-dən 146-cı ilə qədər olmuşdu da onlar arasında. Nə uğrunda gedirdi mübarizə? Onlar arasında Siciliya adasını tutmaq uğrunda gedirdi mübarizə. Demək Karfagenlərlə Romalılar arasında idi. Və sonda demək Roma 3 dənə adanı Siciliya və digər 2 adaları tutdu. Karfagen Romanın əylətinə çevrildi. Neçənci ildə? Bəli. Neçənci il? 146-cı ildə. Həmçinin 146-cı ildə hansı ərazi idi ki Romanın tabeliyinə keçdi? Hansı ərazi? 146-cı ildə hansı? Parfiya. 146-cı ildə Yunanistan və Makedoniya. Yunanistan və Makedoniya Romanın əylətinə çevrildi. Yunanistanla Makedoniya. Və həmçinin Qay qraf və Tiberi qrafın qardaşlarının islahatlarına nə zaman keçirilib? Qay qraf və Tiberi qraf. Tiberi qraf demək eramızdan əvvəl 133-cü ildə idi. Qay qraf da 123-cü ildə. Bunlar ikisi də plebeylərin hüquqlarını qoruyurdular. Və demək Qay qraf demək sahəsi 250 hektardan artıq olmayan torpaqları paylayırdı və yoxsul təbəqəyə də, demək kəndlilərə də torpaq payı paylayırdı. Boş qalan ərazilərdə torpaq payı və torpağı satmağı qadağan eləmişdi. Orada belə idi ki, varların torpaqlarına məhdudiyyət qoyulurdu. Yəni 250 hektardan artıq ola bilməzdi.
artıq alım yoxsullara verilirdi və yoxsullar onu sata bilməzdilər. Tiberi Qayqıraq da Tiberinin islahatlarını davam elətdirdi, amma burada yeniliklər vardı ki, Tiberi Qıraq Yeniliklər orada Tiberi Qıraq ondan fərqli olaraq anbarlardan ucuz məhsul paylayırdı. yəni o Qayqıraq məhsul paylayır, Qayqıraq. Ondan sonra Tiberidən sonra Qayqıraq, bəli. Və hər ikisinin taleyi nə oldu? Bunlar kim tərəfindən öldürüldü? Onlar Senat tərəfindən öldürülürlər. Bəli, Senat tərəfindən. Bəs Spartak Mən sizə bir sual verə bilərəm bu haqda. buyur. Demək bu xalq tribununu öldürmək ən ağır cəza idi də. Bəs özdə Senat tərəfindən bu deyilmişdi. Və niyə bunlar Qıraq qardaşlarını öldürürlər? Səbəb nədir? Yəqin ki, o yüksək hansı ki Senatın qanunlarına əməl etmədiklərinə görə əslində qadağan idi, lakin qadağaları pozmuşdular da, qanunsuzluq etmişdilər. Ola bilsin özlərinə sərf edəni ediblər də, yəqin ki. Özünə sərf etməyən qanunlar verdiklərinə görə. Bəs Romanın hüquq sistemi özünü nədə göstərmişdi? O 5-ci əsrin ortalarında nə qəbul eləmişdilər? Hüquq sistemi, indi müasir məhkəmə sisteminin icama salan qaydalar vardı orada. Nə idi o? 12 lövhə qanunundan 12 lövhə danışırsan. qanunları. Bəs qladiator döyüşləri neçənci əsrdən keçirməyə başlandı? Qladiator döyüşləri də 5-ci əsrdən keçirilməyə başlayır da. 3-cü əsrdən, yerdən əvvəl 3-cü 3-cü əsrdə. əsrdə. Qladiator döyüşləri harda keçirilirdi? Qladiator döyüşlərində Kolizey amfiteatrlarında keçirilirlər də daha çox. Orada baş barmağın yuxarı və yaxud aşağı endirilməsi nəyi göstərirdi? Onu göstərirdi ki, orada demək bir neçə güclü qulları çıxardırdılar döyüşməyə və orada məğlub olunan qul demək onun taleyi şeydən asılı idi. Adı nə idi? Belə deyək də cəmaatdan asılı idi. Əgər cəmaat baş barmağını yuxarı qaldırsaydı sağ qalırdı, ya aşağı endirsəydi onu öldürəcəkdilər. Bəli, bəs Spartak üsyanı neçənci illərə əhatə edir? 74-71-ci illəri əhatə edir. Bəs Spartak üsyanının nəticəsi nə oldu? Spartak üsyanının nəticəsi demək burada bütün qullar üsyana qalxmışdı və onlara Spartak başçılıq edirdi. Və bunun nəticəsində də Kras, Roma hökmdarı səhv eləmirəmsə, Kras onlara qarşı çıxdı və onları mühasirəyə almışdılar. Bu zaman demək Spartak dedi ki, qılınc zərbəsindən az ölməkdənsə qılınc zərbəsindən ölmək daha yaxşıdır və o döyüşə girdilər, orada da məğlub oldular. Bəs Qay Sezarın Respublikaya qiyamı nə vaxt idi? Qay Sezar. Eramızdan əvvəl 44-cü ildə olub səhv eləmirəmsə. 49-da başlayır. 49-cu ildə bəli. Nə üçün onlar deməli respublikaçılar Qay Sezara qarşı çıxdılar? Çünki o tək hakimiyyət yürütmək istəyirdi və onun dövründə İsən hakimiyyət keçdiyinə görə onu öldürdülər. Bəs ondan sonra kimlər Sezarın ölümündən sonra... Ondan sonra demək onun varisləri, demək Oktavian Avqust idi, bir də Antoni idi onun köməkçisi. Roma onların arasında iki yerə ayrılır. Yəni onlar respublikaçılara qarşı çıxdılar, qələbə qazandılar, sonradan imperiyanı öz aralarında bölüşdürdülər, bir səsini idarələr. Bölüşdürdülər. Sonra razılığa gələ bilmədilər. Bəli. Sonra eramızdan əvvəl 30-cu illərdən Misirə gedib oranı öz əyalətinə çevirir və onun dövründə demək Oktavian Avqustun dövründə imperiyaya çevirir Roma. Yəni, orada Antoni ilə Oktavian arasında sonuncu döyüş hansı idi? Dəniz döyüşü. Bir dəqiqə. Yaradan əvvəl ildə baş verib. Bildim. Aksi dəniz döyüşü. Aksi döyüşü. Bəs Yunan-İran müharibəsinə aid olan dəniz döyüşü hansı idi? Yunan-İran müharibəsinə aid olan dəniz döyüşü Salamin dəniz vuruşmasından söhbət gedir də yəqin. Bəli, deməli Salamin dəniz vuruşması və eyni zamanda aksi dəniz döyüşləri bir-birinə oxşarlıq təşkil edir. Bəli.